Bilirsiniz də bu Hatimil Əsam rəhməllah kim olub? Əsam kar deməkdir. Əslində kar olmayıb. Böyük alimlərdəndir bu rəhməhullah. O, bilirsiniz də İslamda təğafül var. İmam Əhməd deyir ki, din 10-dursa 9-u təğafüldür. Təğafül nədir? Qardaşların günahlarını görməməzlikdən gəlmək. İstər evdə, istər ki, çöldə. Günah edə qarşı fikir vermirsən, unudursan. Təğafül budur. Əsl mömin belə olmalıdır. Onu yadda saxlayıb yaymamaq. Əksinə gördün, unut geçsin, sonra nəsiyyət elə. Mömin belə olmalıdır. Bir gün bu alimin yanına bir qadın girir, sual vermək üçün. Bu ləqəb ona verilib, ondan sonra verilir şeyxə. Qadın yaxınlaşanda ona özündən istər-istəməz yel çıxır qadının. Və qadın buna görə məyus olur. Təbii ki, utanır. Çünki cəmaat var. Və utanır şeyxdən. Və şeyx bunu hiss eləyir. Və qadına deyir ki, nə deyirsən, səsini qaldır. Biraz da bəkdən sualı eşitmədim. Qadın bilir ki, şeyx eşitmədi. Şeyxin qulaqları yaxşı eşitmir. Və yaxınlaşır, səsini bəkdən çıxardır və şeyx onun sualına cavab verir, qadın çıxır gedir. Yanındakilərdən biri deyir ki, şeyx sən yaxşı eşidirsən axı, niyə belələdin? Deyir, istəmədim bacımıza əziyyət verim. Mömin bir qadına əziyyət verim, insana əziyyət verim. Fikir verin, möminlər belə olub. Əsl mömin belə olmalıdır. Yoxsa ki, bəzi insanlar kimi yadda saxlayır və el aləm bilir bütün qardaşların günahlarını. Hələ insanlar Allahdan qorxsunlar ki, bir gün hər şeyin üzə çıxacağı gün Allah Subhanahu taala da onun evlərini açıb ona göstərəcək və bütün insanların qabağında onu biabır eləyəcək.